Yağışlar bitti. Amma özüm ölüm yağışların yarattığı fəsadlar hələ də bitməyə davam etmir. Belə baxıram Azərbaycana bir ay dayanmadan yağış yağsa bu cür problemlərin arxasını qabağını yığışdırmaq olmayacaq. Fikirləşməyin ki, yağış bitəndən sonra mənim avtomobilim problem yaranmadı, mən falan gölməçədən keçdim. 10 gündən sonra, 15 gündən sonra bax bu cür problemlərlə birbaşa qarşılaşarsınız. Söhbət Range Rover 2004-cü ilin sürətlər qutusuna gedir. Yaxından zəhmət olmasa, avtomobildə problem deyə, neyə, neytrala keçməməsidir. Görürsüz, sürətlər qutusunun içi tamamilə pastan ibarətdir. Nəticədə sürətlər qutusunun içinə gölməçədən keçən vaxtı kiçik bir yağış damlası daxil olur və sürətlər qutusunun içində başlayır dövr etməyə. O dövr ki, bugünkü günü bütün friksiyon paketlərdir, avtomobilin sürətlər qutusunun beynidir, daxil olur beynə və ümumiyyətlə sürətlər qutusunu sıradan çıxardır. Belə bir söz deyim ki, qardaşlar, fərq etmir. Sürətlər qutusunun içərisinə yağış daxil olan zaman məsləhətim o olar ki, avtomobilin yağış olmur və yaxud da hansısa bir su daxil olsun, kitabça vasitəsilə də daxil ola bilər. Avtomobilin sürətlər qutusu ümumiyyətlə sökülsün, bütün friksiyon paketləri dəyişilsin ki, çünki friksiyon paketlərinə su damlası dəyən kimi friksiyon paketi avtomatik keyfiyyətini itirir. Və siz o sürətlər qutusunu yığsaz belə bir aydan sonra, 10 gündən sonra yenə də həmən fəsadı yaradacaq. Ona görə də məsləhət görürəm ki, işi görürsünüzsə, bir dəfəlik görün ki, bir xərci 2 dəfə çəkməyirsiniz. Bax, friksiyon paketlərin yenisidir, içərisində olan maqnitdir, yığıbdır. Bax, görürsünüz nə vəziyyətdə bərbad palçıqdan ibarətdir. Bu friksiyon paketinin yenisidir, yəni bu sürətlər qutusunda olan palçıq deyil. Nəticədə nə olur? Mənə əski verilməsə, mənim əlim batacaq. Nəticədə bu olur ki, əziz qardaşlar, qısacası, avtomobil sürətlər qutusuna yağış, su damlası dəyən zaman bu cür fəsadlar yaşamaq istəmirsinizsə, ümumi sürətlər qutusu sökülülsün, ya bütöv şəkildə dəyişilsin, ya bu vəziyyətdə də yığılsın. Növbəti bir yağışın qurbanı isə S-klassın sürətlər qutusudur. İnşallah bu sürətlər qutusu söküləndən sonra avtomobil sürətlər qutusu yığılacaq növbə ilə və sonra keçiriləcək Range Roverə, bu da növbə ilə yığılıb, avtomobilin üzərinə verilib, müştəriyə təhvil veriləcək. Model marka fərqi yoxdur. İstər Chevrolet, istər Kamaz, istər BTR, ümumi gördüyümüz hər bir işə birbaşa yazılı talon vəziyyətində zəmanət verir. Nə deyir? Zəmanətimiz keyfiyyətimizdir. Öpürəm.